Bəli. Aman da, aman da. Boy, qardaş, niyə gülürsən? Boy, bəlkə yıxılıb, bəlkə başına bir iş gəlir. Əyləş, əyləş. Bacı, sənin ərin başqasının çamadanın və sənətləri götürüb yoxa çıxmışdı. Nə? Necə dedin? Mənim ərim heç kəsin çöpünə də əl vurmaz. Gönə desən içib, deyərəm, hə. Kim içmir? Elə sən özün, içmirsən? Ayşə, düşmədi, gedək. Buna bax, ha. Əliş kekçilov, oğru. Ay Elcan, ay Dilcan. Görəsən atanıza nə olur? Görəsən o indi hardadır? Ay yoldaş, ay yoldaş. Eşidirsən, bəzdir xoruldadır. Bu yataq... Maya militsiya mənə verəcək. Bilmirəm, bu necə milisdir ki, bir oğrunu da tuta bilmir. Oğru elə bağırdı ki, doğrunu üçüncə sıxdı. Vətəndaş, sizin için ayıb deyilmi? Oğru ilə oturub bir yerdə kef çəkirsiniz. Hələ gəlib bir militsiyanı da taksırlandırırsınız. Yoldaşım vəkil, xahiş edirəm oğrunu tapasınız. Bir şey, canım için oğru değil. Bırak məni! Aşı olmaz, Bırak deyirəm sana! Aşı nə rəs tapıb deyilmə baxır! Bırak gəlsin! Bırak görüm içəri! Buna bax özün ələ salıb boy! Dey görüm mənim ərimi neynəmisiniz? Niyə mənim uşaqlarımı başsız qoymusunuz? Budu deyiləm, kişini tapıb mənə qaytarmayınca buradan tərpənən deyiləm. Bəri yanına aşağı, oturun. Mən o tüfülü hamama göndərmişdim. Ne dediniz? Necə? Demək Kekçilovun arvadı sizsiniz? Bəli. Yazıq tapşırmışdı çay dəbliyim. Durray. Ben hardiyam, bura haradır? Kirabatdasın, kirabatda. Kirabat? Penceyi. Ay yoldaş, pencəniz yadınızdan çıxdı. Ay yoldaş, ay yoldaş. Cemil! Ay yoldaş, ay yoldaş. Ay kardeş çamadan kaldı. Canım çamadanımı apardı ha. Cemil, ay insafsız. Nə? Bağışlayın, üzr istəyirəm.